Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bu günləri gəlmişik xaloğlu üçün Çangan Kuyan Q07 modelinə şarj aparatını almağa birazdan test edəcəyik. Məzahir Rüstəmov küçəsində yerləşən 505 avtonun aksesuar mağazinini almağa, hələ Waze-də də yaxşı çıxacaq. Deməli, şarj aparatına indi biraz ətraflı məlumat verəcəm. Üstündə gəlmədi. Ona görə də buradan birini alırıq və ümumilikdə hansı növ şarj aparatları var, onlar barədə də qısa məlumat veriləcək. Deməli, baxın qardaşlar, əsasən 3 kilovat yarımlıq olan şarj aparatları bunlardır. 3 yarım. Fərqlərini də izah eləyəcəm. İlk öncə başlayayım qiymətlərdən. Bu 180 manatdır. Bu 180 manatdır. Bu 250 manatdır. Fərqlərini izah eləyirəm qısa olaraq. Bunun bluetooth-u da var. Bluetooth-u da var. Və buradan indi birazdan göstərəcək amperajları da dəyişmək olur. Yəni 8, 10, 13, 16 amperaja dəyişmək olur. Bunda o funksiya yoxdur. Bunda o funksiya yoxdur, amma arxasında yazılıb ki, bir dəqiqə göstərim, 13 amperaj görürsünüz, burada yazılıb. 220 volt AC, 13 amperaj. Bunu burada isə artıq dəyişmək olur, plus bluetooth da var. Çox güman ki, bundan götürəcək, 250 manatlıq. Bunlar artıq 7 kilovatlıqlardır. Ona görə. Əsas məlumatı demədim. Burada özündə zazimleniyası var da, yəni o biri 180 manatlıq deməli şarj aparatı zazimleniya tələb eləyir. Bu isə zazimleniyanı artıq tələb eləmir. Başlıqlarını da bir dənə göstərim. İndi elə taxıb da yoxlayacağıq maşına. Yəni bu belədir. Bir dənə də nömrə qabı götürdük. Nömrə qabı nə idi? Pult qabı. Bu da 15 manatdır burada. İndi pultun özünü də göstərəcəm necə idi. Bu Kuyan Q07-nin zavod açarı idi. Bax belədir. Ona görə bir dənə buna qab. Bu çanqanlara aid nə sualınız oldu? Bildirin inşallah. Sağlıq olsun, hamısını məlumatları növbəti videoda cavablandıracaq. Güzel bir maşın. Güzeldir mi? Hansı birinci vurdu? İyi seçmedi. Yo, o seçim değil. Hansı birinci dəfə bura gələndə hər bomboş idi dükan. İndi maşallah doldurublar. Bir dənə çalışacağım görüm alınsa mənim adımdan gələnlərə endirim eləsə lap gözəl. Eləməsə də ki, nə bilim. Adı 220 voltluq batareya. Bir dənə o change current-ə bir dənə daxil olaq. Bu görək. Hə, bu amperajı dəyişməyir. Hətta 6 da var. 6, 8, 10, 13, 16. Elə uçamayla var. 207-dən 300. Hə? Aman benzin də yanır. Yox, benzin işləməsə də. Bir dənə indi bunu yoxlayırıq. Görək neçə ilə qəbul edəcək. 2-4 dələk, 2-6 3 görə bir dənə maksimum neçəyəcən qalxacaq 3-1 3-1 görək 3-2-yə qalxacaq yoxsa yox bir dənə gözlə 3-1-ə kimi qalxıb ucu görək 3-2-yə qalxacaq 3-1 dələk bir dənə prosta bax burada voltaj oynayır. 210 volt 15 amperajla qəbul edir. 220-yə yəqin ki çatmır ona görə. Bu da 3-2-yə qalxmır. Özü tənzimləyir.
Deməli default max-la 210 volt qəbul edir, 15 amperajla 3,1 kW-la qəbul edir. İndi dəyişirik bunu 13 amperaja. Voltajı qalxır, fikir verin. Avtomatik 213 14. Amma kilovat təbii ki düşdü də. Çünki amperajı aşağı saldıq. İndi bir dənə də 8 amperaja çevirək. Voltajı vahşi qalxdı. 220. Amma kilovatı düşdü aşağı çünki 8 amperajla qəbul edir. Prinsipi belə. İndi təzədən default max-a çeviririk. Voltaj düşdü aşağı yenə də. İndi kilovat qalxacaq. 3.1-ə kimi səhvləmirəmsə qalxır. 3.1. Şu, əzizim, bu da bizim yeni şarj aparatımız. Buyur qardaşım. Nə də anti-udar da yapışdıraq. Bu quraşdırmaqla bir yerdə 25 manat. Eyni yerdə. Qaş hələ burada işləyir.